Salam uşaqlar, bugün sifət zərf mövzusuna baxırıq. Yeni toplu birinci hissədən. Birinci testlə başlayaq. The hospital is at 2 miles distance from our house. Demək, əgər Z ilə başlamışıqsa, deməli, sifətin üstünlük dərəcəsi bizə lazım olacaq. Sifətin üstünlük dərəcəsi the nearest olur. Müqayisə dərəcəsidir R olan, more və R olan 2 qat dərəcələnib, most və est olan 2 qat dərəcələnib və bizə ən yaxın məsafəni istəyir deyə cavab olur A variantı. This is a very özündən sonra adi dərəcə istəyir, cavab olur 2-də A variantı. Zən olan cümlələrdə müqayisə dərəcəsi seçməliyik. Bir hecalı sözdür nice. Nice sözünü R ilə müqayisə dərəcəsində işlədirik. Cavab olur 3-də A variantı. D variantında 2 qat dərəcələnib. B variantı sifətin üstünlük dərəcəsidir. Zənə görə bizə müqayisə dərəcəsi lazımdır. Y variantı 2 qat dərəcələnib üstünlük dərəcəsidir. C variantı sifətin üstünlük dərəcəsidir. Dördüncü testə baxırıq. Yenə də zən var. Yəni sifətin müqayisə dərəcəsi lazımdır. Sifətin müqayisə dərəcəsi D variantındadır. B variantı adi dərəcədir. C adi dərəcədir. A variantı most deyir üstünlükdür. Z most deyir üstünlükdür. 5-ci suala baxırıq. Zən var. Bizə sifətin müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi good feilinin good beta olur. Good sifətininki beta olur. Badinki isə worse olur. Müqayisə dərəcəsi 5-də olur A variantı. Zən olan cümlələrdə müqayisə dərəcəsi götürməliyik. Bəd isə kökdən dəyişərək dərəcələnir deyə ikinci forma worse olur. 6-cı testə baxırıq. 6-cı testdə əz var. Əz olan cümlələrdə isə biz adi dərəcə seçməliyik. Variantlardan sadəcə C variantı adi dərəcədədir. Most, est, more, er olanlar adi dərəcə deyil. 7-ci suala baxırıq. Zən var. Sifətin müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi more və er ilə düzəlir. C variantı 7-də müqayisə dərəcəsidir. 8-ə baxırıq. Zən var. Zən olan cümlələrdə müqayisə dərəcəsi olmalıdır. Müqayisə dərəcəsi B variantındadır. 9-a baxırıq. Əzəz var. Əzəz olan cümlələrdə biz adi dərəcə seçməliyik. Old adi dərəcədir. Digərləri isə adi dərəcə deyil. Məsələn, C var 9-da deməli əzəz var. Əzəz olan cümlələrdə adi dərəcə seçməliyik. Old adi dərəcədir. Digərlərində er, est olanlar demək adi dərəcə deyil. Hətta yanlış dərəcələnibdir. Mormosla dərəcələnənlər isə yanlış dərəcələnibdir. Bir hecaları biz er, est ilə dərəcələndiririk. 10-cu suala baxırıq. Əzəz var. Bizə adi dərəcə lazımdır. Strong A variantı adi dərəcədir. Er, more, est, most olanlar adi dərəcə deyil. Yenə əzəz var. Adi dərəcə Y variantıdır. 12-də əzəz var. Adi dərəcə lazımdır. D variantı. 13-ə baxırıq. 13-də zən var. Müqayisə dərəcəsi lazımdır. Heavy sözü 2 hecalıdır və sonu Y ilə bitib. 2 hecalı və sonu Y ilə bitənləri biz er, est ilə dərəcələndiririk. Müqayisə dərəcəsində er, üstünlük dərəcəsində isə est artırırıq. Burada isə bizə müqayisə dərəcəsi lazımdır deyə er artırırıq. Cavab olur 13-də A variantı. 14-də baxırıq. Zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Tall bir hecalı sözdür. Müqayisə dərəcəsində ona bir hecalılara biz er artırırıq. 15-ci suala baxırıq. 15-də yenə də cümlədə zən var. Yəni bizə müqayisə dərəcəsi lazımdır. Yenə tall sözüdür. Müqayisə dərəcəsində tək hecalı olduğu üçün er artırırıq. Çox hecalı olduqda isə more artırırıq. Məsələn, Y variantında 2 qat dərəcələnib. Həm more, həm er artıra bilmərik. 16-cı sual, 15-də cavab A variantı. 16-cı suala baxırıq. Cümlədə əzəz var. Bizə adi dərəcə lazımdır. Cavab olur Y variantı adi dərəcə. 17-ci suala baxırıq. Zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi er və more ilə düzələ bilər. B və Y variantları Y düzdür. B isə 2 qat dərəcələnmişdir. 18-ci suala baxırıq. Zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi
C və Y variantlarındadır. More və R ilə düzəldə bilərik. Y-də yenə 2 qatdır deyə 18-də cavab olur C variantı. 19-a baxırıq. 19-cu sualda deməli, məsələn, most silent yazsaq, bunun Z-si yoxdur. B variantı səhvdir. Much more olur. Much müqayisə dərəcəsini istəyir. Səhvdir. Digərlərini more silent qoysaq, boy sözü sayıla bilən tək isimdir. Article lazımdır. Ona görə də 19-da düzgün cavab olur D variantı. Adi dərəcədə yaza bilərik ki, o sakit bir oğlandır. He is a silent boy. O sakit bir oğlandır. 20-ci suala baxırıq. 20-ci sualda zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi D variantındadır. R ilə düzəldirik. 21-ci suala baxırıq. Zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Sunny sözüdür. Sunny sözü 2 hecalıdır deyə müqayisə dərəcəsini R vasitəsilə düzəldəcəyik. 21-də cavab olur C variantı. 22-yə baxırıq. Zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Sweet tək hecalıdır. Tək hecalı olduğu üçün biz R vasitəsilə müqayisə dərəcəsini düzəldirik. 23-ə baxırıq. Zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Cold bir hecalı olduğu üçün colder R artırırıq və müqayisə dərəcəsini R vasitəsilə düzəldirik. 23-də cavab olur C variantı. 24-ə baxırıq. Zən var. Zən olduqda biz R vasitəsilə müqayisə dərəcəsini düzəldəcəyik. Çünki cold tək hecalıdır. Tək hecalıları isə R vasitəsilə müqayisə dərəcəsində işlədirik. 25-ə baxırıq. Zən var. Zən olan cümlələrdə tək hecalıları R vasitəsilə müqayisə dərəcəsində işlədirik. 26-da yenə cümlədə zən var. Sözümüz isə baxırıq ki, happy sözüdür. 2 hecalıdır. Müqayisə dərəcəsini R artırmaqla düzəldirik. Y variantı. 27-ci suala baxırıq. Zən var. Zən olduqda biz müqayisə dərəcəsi qoymalıyıq. Müqayisə dərəcəsi bad feilinin, bad sifətinin bad pis, worse olur. Daha pis olur. Müqayisə dərəcəsi worse. Bizə də lazımdır müqayisə dərəcəsi. Worst olanlar isə üstünlük dərəcəsidir. More vasitəsilə yox, bad digərlərindən fərqli olaraq good, bad kökdən dəyişməklə müqayisə dərəcəsində işlənir. 28-ci suala baxırıq. One of ifadəsidir və Z var. Təbii ki, Z var deyə sifətin üstünlük dərəcəsi lazımdır. Talkative-də çox hecalı söz olduğu üçün the most talkative olur. 29-a baxırıq. Sophie is her brother. 29-da elə A variantını qoysaq, qardaşı kimi ağıllıdır, düzdür. Məsələn, B-də biz əzəzin içində müqayisə dərəcəsi vermirik. Ona görə də B variantına çıxırıq. C-də məsələn, şəkilçisi yoxdur. Clever yazılıb. Demək, clever yazılıb, amma nə R, nə more, heç nə yoxdur. Y-də məsələn, S artırıb olmaz. D-də much yazıb, zən var. Olmaz, bu cür müqayisə dərəcəsi olmur. Cavab qalır 29-da A variantı. 30-a baxırıq. Əzəz adi dərəcə lazımdır. B variantı. 31-də əzəz adi dərəcə lazımdır. 31-də olur D variantı. 32-yə baxırıq. Zən var. Müqayisə dərəcəsi lazımdır. Sözümüz tall sözüdür. Tall sözünü müqayisə dərəcəsinə R artırmaqla düzəldirik. Çünki tək hecalıdır. Bir hecaları biz R artırıb müqayisə dərəcəsində işlədirik. Cavab olur B variantı. Yenə də zən var. Sözümüz isə wise sözüdür. Tək hecalı müqayisə dərəcəsini R artırmaqla düzəldirik. 33-də cavab olur C variantı. 34-də baxırıq. Very. Very'dən sonra adi dərəcə lazımdır. Ona görə cavab olur 34-də D variantı. 35-ə baxırıq. Əzəz adi dərəcə istəyir. 35-də C variantı. 36-da sadəcə sifəti seçdir. Sadəcə sifət different, fərqli, necə C variantındadır. City şəhər nə isimdir? Car, maşın nə isimdir? Sofa, divan, village, kənd bunlar isimdir. C variantındakı different necə, müxtəlif necə, fərqli sözü isə sifətdir. 37-ci testdə zən var. Zən olduqda biz deməli müqayisə dərəcəsi seçirik. Yenə də bad sözüdür. Bad müqayisə dərəcəsinə kökdən dəyişməklə salırıq deyə cavab olur 37-də B variantı. 38-ə baxırıq. One of ifadəsi var. One of özündən sonra sifətin üstünlük dərəcəsini tələb edir. Baxsaq, əgər üstünlük dərəcəsi Z ilə olan the most diligent. 38-də cavab olur D variantı.
39-a baxırıq, yenə one of ifadəsidir və one of olduqda dedik ki, biz sifətin üstünlük dərəcəsini verməliyik. Y variantı. Talkative, favorite çox hecalı sözdür. Eləcə də diligentdir, favorite bunlar çox hecalı sözlərdir. Üstünlük dərəcəsini most vasitəsilə, müqayisə dərəcəsini more vasitəsilə düzəldirik. 40-cı suala baxırıq. 40-cı sualda zən var, müqayisə dərəcəsi lazımdır. Sözümüz isə high sözüdür. Müqayisə dərəcəsində tək hecalı olduğu üçün er vasitəsilə düzəldirik. 41-ci suala baxırıq. 41-də not so, təbii ki, bizə adi dərəcə lazımdır. Adi dərəcə lazımdır deyə cavab olur 41-də A variantı. 42-yə baxırıq, əzəz var, adi dərəcə lazımdır. Cavab olur 42-də Y variantı. 43-ə baxırıq, əzəzdir, adi dərəcə lazımdır. 43-də adi dərəcə A variantındadır, cheap sözüdür. 44-də yenə əzəzdir, adi dərəcə Y variantı cold. 45-də zəndir, yəni bizə lazımdır 45-də müqayisə dərəcəsi. Müqayisə dərəcəsi çox hecalıların ki, more ilə düzəlir deyə cavab olur A variantı. 46-ya baxırıq. 46-da deməli 46-cı suala baxaq. 46-cı sualda I think you can cook cake. Mən fikirləşirəm ki, sən dadlı bir tort bişirə bilərsən. Cavab olur Y variantı. Digərlərinə baxsaq, a tasty cake deyirik. Bunun Z'si yoxdur, Z'si yoxdur. 2 qat dərəcələnibdir, artiklı yoxdur. Cavab olur Y variantı. 47-yə baxırıq. One of ifadəsidir. Təbii ki, bizə lazımdır sifətin üstünlük dərəcəsi. Sifətin üstünlük dərəcəsi lazımdır deyə the most diligent, ən çalışqan Y variantı. 48-ə baxırıq. 48-ci sualda deyir ki, payız ilin necə fəsli deyil, ən soyuq fəsli deyil. Payız ilin ən soyuq fəsli deyil. Məsələn, Y-də Z yoxdur, the most olur. S olması üçün Z olmalıdır. Ümumiyyətcə, season sözü bunun artiklı var. The coldest deyirik. 49-a baxırıq. 49-da E artiklı var gördüyümüz kimi. Və deyir ki, mən Jane-i yaxşı tanıyıram. O necə şagirddir? B variantını 2 qat dərəcələndiribdir. 2 qat dərəcələndirmirik. E-most demirik. Veridən sonra adi dərəcə qoyuruq. E yazıbsa, clever, she is a clever student deyərik. O ağıllı bir şagirddir. Maç olandan sonra çox vaxt sifətin müqayisə dərəcəsini istifadə edirik. Have ever olduqda bizə sifətin üstünlük dərəcəsi lazımdır. Ona görə cavab 50-də D variantı olur. Not so as-də bizə adi dərəcə lazımdır. 51-də A variantı olur. 52-yə baxırıq. 52-də it was of the week. Həftənin the most interesting, ən maraqlı mesajı idi. Digərlərinə baxsaq, Z artiklı məsələn burada olmalı idi, yoxdur. Bir də həftənin deyirdi ya, həftənin ən maraqlı mesajı idi. 53-ə baxırıq. 53-də zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi D variantındadır. 54-ə baxırıq. 54-də zən var. Müqayisə dərəcəsi lazımdır. Good'dursa good'un müqayisə dərəcəsi olur B-tə. Və burada da bəli, bircə Y variantında belə bir variant var. 55-ə baxırıq. 55-də əzəz var, adi dərəcə lazımdır. Cavab olur Y variantı. 56-da isə zən var, yəni müqayisə dərəcəsi var 56-da. Zən var, müqayisə dərəcəsi və bizim sözümüz də dirty sözüdür. Müqayisə dərəcəsidirsə, uşaqlar 4-2 hecalı və sonu Y ilə bitdiyinə görə R artırmaqla müqayisə dərəcəsini düzəldirik. Ona görə 56-da olur B variantı. 57-də baxırıq. 57-də parrot sözü tutuquşudan danışır. Tutuquşunun artiklı olar yəqin ki, cavab olur C variantı. Və bir də ki, bu heyvan mağazasında deyirdi ya, pet shop deyirdi ya, bir mağazadakı ən rəngbərəngini seçirik deyə sifətin üstünlük dərəcəsi lazımdır. Məna olaraq da fikirləşsək, bir mağazadan hər hansı bir ən rəngli tutuquşunu seçirik. Və 58-ə baxırıq. 58-də, 57-də cavab C variantı. 58-ə baxırıq. 58-də məsələn was not so difficult as olacaq. Was not so as çünki ifadəsi var idi bizdə. Not so as
və orada da biz adi dərəcə işlədirdik. Not so as, not as-dir, not so as-dir. Bunlarda biz adi dərəcədən istifadə edirik. 59-a baxırıq. 59-da deməli the project was not so as. Not so as olur C variantında. 60-a baxırıq. 60-da one of ifadəsidir. Z lazımdır. Y variantındadır. One of ifadəsində, çünki biz sifətin üstünlük dərəcəsini axtarırıq. 61-ə baxırıq. 61-də one of-dur. Bizə də Z lazımdır. B variantındadır. 62-yə baxırıq. A little yazıb. Əlbəttə ki, a little bizdən sifətin müqayisə dərəcəsini istəyir. Long sözü də tək hecalı olduğu üçün er vasitəsilə müqayisə dərəcəsində işlədirik. 63-də veridən sonra adi dərəcədir. Z-ə görə isə müqayisə dərəcəsidir. Ona görə, məsələn, burada adi deyil. B ilə C-nin ikinci tərəfdən də bizə müqayisə dərəcəsi lazımdır deyə D-ni çıxırıq. C-də də 2 qat dərəcələnib, cavab olur 63-də A variantı. 64-də baxırıq. Veridən sonra adi dərəcə lazımdır. İkinci tərəfdə isə bizə müqayisə dərəcəsi lazımdır. Bu 2 qat dərəcələnib. Burada üstünlükdür. Ümumiyyətcə, həm də 2 qat dərəcələnib. 64-də cavab olur C variantı. 65-ci suala baxırıq. 65-ci sualda yenə baxaq, zən var, müqayisə dərəcəsi lazımdır. Müqayisə olmayanları çıxsaq, 65-də cavab olur C variantı. 66-ya baxırıq, yenə zən var, müqayisə olmayanları çıxsaq, burada da 2 qatdır. 66-da cavab olur C variantı. 67-yə baxırıq. 67-də have ever var. Sifətin üstünlük dərəcəsi lazımdır. O da B variantındadır. 68-ə baxırıq. Shortest demirik. Bunları çıxırıq. Short deyə bilər. It is a short trip. We can make it a little. A little-dan sonra deyir ki, bizə müqayisə dərəcəsi qoy. Ona görə digərlərini çıxdıqda 68-ə cavab qalır C variantı. 69-a baxırıq. 69-da to özündən sonra adi dərəcə istəyir. Adi dərəcə olmayanları çıxdıqda B və Y variantları qalır. İkinci tərəfə baxsaq, ikinci tərəfə ask students, the most olardı burada. More difficult deyirik. 69-da cavab olur B variantı. 70-ə baxırıq. 70-də isə to'dan sonra adi dərəcə lazımdır. Adi olmayanları çıxsaq. İkinci tərəfdə də the most olardı. Yeni çıxsaq. 70-də də cavab oldu C variantı. 69B, 70-də isə cavab oldu C variantı. 71-ə baxırıq. 71-də məsələn, zən qoyub, amma müqayisə dərəcəsində deyil. Əzəcin içində biz more işlətmirik. Məsələn, C variantı düzdür. Əzəcin içində adi dərəcədir. Y variantında əzəcin içində demək, most olmur. D variantı da yarım çıxdı. 72-yə baxırıq. 72-də of all ifadəsidir. Sifətin üstünlük dərəcəsi Z ilə başlayandır. Yəni the most-la və SZ var, S ilə bitənlərdir. 72-də olur A variantı. 73-də of all var. Uşaqlar, of all varsa bizə sifətin üstünlük dərəcəsi lazımdır. Cavab olur D variantı. 74-də baxırıq. 74-də zən var. Sifətin müqayisə dərəcəsi lazımdır. Müqayisə A-dadır və 74-də müqayisə dərəcəsi A-dadır və Y-dədir. Demək, bizdə deyir ki, sometimes an understanding silence is better than a bunch of meaningless words. Yəni, bəzən sükutu başa düşmək, yəni mənasız sözlərdənsə daha yaxşıdır da. Ona görə də cavab olur A variantı. A verse niyə yazılsa? Burada E artikli nəyə lazımdır? Ona görə A variantıdır. 75-ə baxırıq. 75-də the temperature is not it was last week. 75-də nə edirik? D variantı düzdür. As hot as deyə bilərik. Not as hot as, daha doğrusu. The temperature is not as hot as it was last week. Yəni, temperatur keçən həftə olduğu kimi isti deyildir. Ancaq digərlərinə baxsaq, hot tək hecalıdır. Yəni, more-la düzəltmirik. Much zən olanda hot sözü müqayisədə olmalıdır. Zən olanda müqayisə olmalıdır. Məsələn, bu düz deyil. Not so olsun, sonra niyə müqayisə olsun? Cavab bircə dənə, ümumiyyətcə quruluş cəhətdən də bir dənə D variantının strukturu düzdür. 76-da zən var, müqayisə dərəcəsi lazımdır. Müqayisə olmayanları çıxsaq, C və Y variantları qalır. Bundan da ikinci tərəfdə stay healthy deyir deyə, sağlam qalmaqdan danışır deyə C variantı. 77-yə baxırıq. 77-də Ted'in 18 yaşı var, B'nin 20. Ben
2 il Teddən daha yaşlıdır. Zen var deyə müqayisə dərəcəsi lazımdır. Ailə üzvləri olanda da eldə istifadə edirik. 78-ə baxırıq. 78-də isə Mike'ın 16, Kate'in 13 yaşı var. Kate 3 il daha cavandır deyəcək. 78-də olur D variantı. 79-a baxırıq. Julia can't wait for them any longer. It is her. Demək, her deyirsə uşaqlar artıq. Her'dən sonra biz article qoya bilmirik. Sifətin üstünlük dərəcəsi olsa da. Ümumiyyətcə my, your, his, her, our-dir, their-dir. Bunlardan sonra biz article işlətmirik. Article işlətmirik və busy sözünə baxırıq. Busy 2 hecalıdır və sonu y ilə bitib deyə rs ilə dərəcələrə salınır. Rs ilə salınmayanları ona görə silirik. It is her busiest day olur cavab. D variantı. Z artiklı da herə görə olmur. Herdən sonra article olmaz, ona görə olmur. 80-ə baxırıq, zen var. Təbii ki, bizə birinci tərəfdə müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi Maçmenininki də mordur. Bir dəqiqə bunu silək. Təbii ki, bizə müqayisə dərəcəsi lazımdır. Ancaq money feilinə baxırıq. Moneydən sonra məsələn few olmur, less ola bilər, less ola bilər, bir də more ola bilər. Burada da ikinci tərəfə baxaq, görək nə istəyir. Because the clothes which I bought were not. Burada məsələn the most olardı, olmur. More expensive, yours nə mənaya gəlir? Burada əslində deyir ki, I spent less money than you. Mən səndən daha az pul xərclədim. Çünki mənim the clothes which I bought, mənim aldıqlarım səninki kimi bahalı değildi. Not so expensive as. Səninki kimi bahalı deyil deyə mən az pul xərclədim. 90-da cavab olur B variantı. 91-ə baxırıq. Demək, daha doğrusu 80-də. 80-də cavab oldu B variantı. 81-ə baxırıq. 81-də deməli, this English book is too simple for me. Bu ingilis dil kitabı mənim üçün çox sadədir. Sən mənə daha çətinini verə bilərsənmi? Zəhmət olmasa, yəni biraz daha çətinini verə bilərsənmi? O da olur 81-də A variantı. Daha çətinini verə bilərsənmi? Digərləri daha kimi tərcümə olunmur. 82-yə baxırıq. Sifətlər cütünü seçin. Sifətlər cütü hardadır? Nice, ancient, Y variantındadır. 83-ə baxırıq. Sifətlər cütünü yenə seçindir. Necə sualına cavab verən cavaba baxırıq. Necə sualına cavab verənlər normal, lovely olur. 84-ə baxırıq. 84-də isə yenə də sifətlər dərəcəsini seçir. Healthy, sağlam, necə və reyəni götürürük. Əzəz adi dərəcə istəyir. Adi dərəcə A variantıdır. Sonra 86-ya baxırıq. 86-da some var uşaqlar. Some'dan sonra biz artikelları götürmürük. Some interesting olur. Ona görə də cavab olur 86-da D variantı. 87-yə baxırıq. Advice sözünə baxırıq. Demək, this is advice to follow. This is the most valuable advice to follow olar. Ən dəyərli məsləhətdir ki, neyniyəsən, yəni izləyəcəyiniz ən dəyərli məsləhətdir. Valuable çox hecalı olduğu üçün üstünlük dərəcəsini the most-la düzəldirik. The most valuable olur. Sonra 88-ə keçirik. Very özündən sonra adi dərəcə istəyir. Adi dərəcə olur. Gentle sözü 88-də olur. C variantı. Demək, 89-a baxırıq. 89-da demək, D variantı ümumiyyətcə səhvdir ki, qat dərəcələnib. Bunun məsələn Z-si yoxdur. Dünyada deyir deyə üstünlük dərəcəsi lazımdır. O da Y variantındadır. 90-a baxırıq. One of ifadəsi var. Təbii ki, üstünlük dərəcəsi istəyir. Üstünlük dərəcəsi hardadır? One of Z-si buradadır. Biz də sət tək hecalı olduğu üçün ona S artıracağıq. 91-ci suala baxırıq. 91-ci sualda this monkey is a bear. This monkey is as big as a bear. Bu meymun ayı kimi
böyükdür. Ay qədər böyükdür. Bunun məsələn Z-si yoxdur, silirik. 91-də də cavab olur A variantı. Digərlərində də məsələn səhvlər var. Z yoxdur, 2 qatdır, 2 qatdır. As hara, big, hara. 92-yə baxırıq. 92-də nə edirik? We shall wait for they to go on an excursion. Demək, dry sözüdür. Dry quru sözüdür. Biz onu morla, mostla niyə dərəcələndirək? Ona görə də bütün o mor, most olan variantları çıxırıq. A və D variantlarının arasında qalırıq. Deyir ki, daha da yəni quru olsun deyə, günün daha da yəni yaxşı olması üçün daha yaxşı dedikdə A variantı, dry-ə, daha quru demək üçün A variantını götürürük. We shall wait for a dry day to go on an excursion. Ekskursiya getmək üçün yəni günün daha da yəni quru olmasını gözləməliyik. Yəni ki, hava yağışlıdır. 93-ə baxırıq. 93-də Z var artıq. Z var. Bizə də deyir ki, the most educated man in this town dedikdə biz sifətin üstünlük dərəcəsini götürürük. 94-də baxırıq. 94-də in the test deyir deyə sifətin üstünlük dərəcəsi lazımdır. Y variantındadır. Easy. Easy sözünə S ilə dərəcələndirəcəyik. 95-ə baxırıq. Əzəzdə adi dərəcə lazımdır. B variantı. 96-ya baxırıq. 96-da you are person in this office deyir. Üstünlük dərəcəsi lazımdır. Y variantı. 97-yə baxırıq. Zən var. Müqayisə dərəcəsi lazımdır. D variantı. 98-ə baxırıq. Zən var. Müqayisə dərəcəsi lazımdır. D variantı. 99-a baxırıq. Əzəz var. Adi dərəcə lazımdır. B variantı. 100-ə baxırıq. Əzəz adi dərəcə lazımdır. C variantı. 101-ə baxırıq. Zən var. Müqayisə dərəcəsi lazımdır. C variantı. 101-də. 102-yə baxırıq. Zən var. Müqayisə dərəcəsi lazımdır. B variantı olur. 103-ə baxırıq. Ofol var. Üstünlük dərəcəsi lazımdır. Y variantı. 104-də very var. Adi dərəcə lazımdır. Təbii ki, A variantı. Brave. 105-ə baxırıq. Have və üstünlük dərəcəsidir. Üstünlük dərəcəsi istəyir. 105-də olur A variantı. 106-da have və üstünlük dərəcəsi istəyir. Haradadır üstünlük dərəcəsi? Y variantındadır 106-da. Məsələn, A variantında Z yoxdur deyə səhvdir. 107-də yenə ofol var. Üstünlük dərəcəsi lazımdır. Üstünlük dərəcəsi 107-də B variantındadır. Tol bir hecal olduğu üçün S ilə düzəldirik və Z artiklını da qoymalıyıq. 108-ə baxırıq. 108-də demək neyinirik? Julia was among us. Bizim aramızda deyir ki, ən sakit qızdır. Sifətin üstünlük dərəcəsi lazımdır. 108-də C. 109-a baxırıq. 109-da among her friends. Yenə sifətin üstünlük dərəcəsi lazımdır. A. 110-a baxırıq. 110-da zən var. Müqayisə dərəcəsi lazımdır. B variantı. Morla düzəldirik. Çox hecalı olduğu üçün. 111. Sifətin üstünlük dərəcəsi lazımdır. Haradadır üstünlük dərəcəsi? The busiest day. D variantı. 112-yə baxırıq. Of all sifətin üstünlük dərəcəsini istəyir. Prettiest götürürük. 112-də Y variantı. 113-ə baxırıq. 113-də have və sifətin üstünlük dərəcəsini istəyir. Ona görə cavab olur B variantı. 114-də baxırıq. Zən sifətin müqayisə dərəcəsini istəyir birinci tərəfdə. Time deyir deyə biz burada few olanı, little olanı çıxırıq. Less olanı saxlayırıq. That I solved was not so difficult as not olduğuna görə o birisi tərəfdə not so as ifadəsidir. 115-ə baxırıq. 115-də very adi dərəcə istəyir. Adi dərəcə very adi dərəcə istəyir deyə Y variantı adi dərəcədir. 116-ya baxırıq. 116-da had evə var. Üstünlük dərəcəsi lazımdır. O da B variantındadır. 117-yə baxırıq. 117-də had evə var. Üstünlük dərəcəsi lazımdır. B variantındadır. 118-ə baxırıq. Had evə üstünlük dərəcəsi lazımdır. Z ilə başlayandır. D variantıdır. 119-a baxırıq. One of var. Sifətin üstünlük dərəcəsi lazımdır.
B variantındadır. Z ilə başlayan the most sifətin üstünlük dərəcəsidir. Çox hecaları the most-la, tək hecaları isə S ilə düzəldirik. 119-da demək nə istədi? One of idi. Sifətin üstünlük dərəcəsi idi. 120-yə baxırıq. Bizdən sifətlər cərgəsini istəyir. Y variantı sifətlər cərgəsidir. Affordable, condensed, demək qatılaşdırılmış. 121-ə baxırıq. Very. Very uşaqlar adi dərəcə istəyir. Adi dərəcə D variantındadır. Very yenə adi dərəcə istəyir. Adi dərəcə D variantındadır. 121, 122-də cavab olur D variantı. 123-ə baxırıq. Have E və sifətin üstünlük dərəcəsini istəyir. Sifətin üstünlük dərəcəsini istəyir. Amma burada nə deyir? This meal tastes, bu yemək dadır necəsə. Və I have never eaten such a tasty dish before. Mən heç vaxt beləsini yeməmişəm. Onda necə dadır? Möhtəşəm dadır. Mən heç vaxt belə dadlı yemək yeməmişəm əvvəllər. Ona görə olur 123-də C variantı tərcümədir. 124-də baxırıq. 124-də to adi dərəcə istəyir. Adi olmayanları silərik. Adi olmayanları silir. İkinci tərəfdə zən var deyə zəndə müqayisə istəyir. 124-də A olur. 125-ə baxırıq. Had ever var. Sifətin üstünlük dərəcəsi lazımdır. 2 dənədir. Hətta burada da var. Burada da var. A variantını bir dənə çıxırıq. Yəni 125-də bizdən sifətin üstünlük dərəcəsini istəyir. Had ever'ə görə. Everything was well organized. Hər şey yaxşı təşkil olunmuşdu. So that was party. So, beləliklə də bu necə parti idi? I had ever been. Mənim olduğum ən təhlükəli olmaz. Yaxşı təşkil olunubdur. Ən pis olmaz. Sıxıcı olmaz. Ən fantastik idi. Yəni, möhtəşəm idi. Sonra 126-ya baxırıq. 126-da nə inirik? 126-da the director of the movie was professional and the film was as-as. As-as-ə görə biz burada adi dərəcə seçməliyik. Adi dərəcə olmayanları çıxsaq, demək qalır B variantı və C variantı. Burada da deyir ki, was professional, very professional deyirik. Çox professional idi. Çox professional idi və əzəzdən sonraya da biz qoyuruq impressive. Mənim gözlədiyimdən də təsirli idi kino. Gözlədiyim kimi təsirli idi. Sıxıcı idi deməliyik də, təsirli idi. Yəni professionaldırsa demək təsirli idi. Sıxıcı film idi deyə bilmirik. Əzəzə baxırıq. 127-də A variantı adi dərəcədir. 128-ə baxırıq. Zən var. Bizə müqayisə dərəcəsi lazımdır. Müqayisə olmayanları silsək. Pleasant bir çox hecalıdır. R-lə düzəltmirik. Müqayisə olmayanları ona görə də çıxırıq. Cavab 128-də qalır D variantı. And var deyə hər ikisini müqayisə dərəcəsində götürdük. 129-a baxırıq. Yenə zəndir, yenə and-lə bağlanıbdır. Müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi baxsaq, hər ikisi olan D variantıdır. 130-a baxırıq. 130-da one of-dan sonra sifətin üstünlük dərəcəsi lazımdır. Sifətin üstünlük dərəcəsi Y variantındadır 130-da. 131-ə baxsaq, 131-də demək zən var. Sifətin müqayisə dərəcəsi lazımdır. Demək, sifətin müqayisə dərəcəsi olmayanları çıxsaq, cavab qalır 131-də D variantı. Bu birisinin bir üstünlükdür. Sonra 132-yə baxırıq. In my life, həyatımda gördüyüm deyir. Ona görə bizə üstünlük dərəcəsi lazımdır. Ən gözəl deyirik deyə. 132-də olur Y variantı. Zən var, müqayisə dərəcəsi lazımdır. Baxsaq, zən müqayisə dərəcəsi olan 133-də demək, müqayisə dərəcəsi lazımdır. 2 dənədir. Deməli, 2 dənədir. Bu məsələn deyil, müqayisə deyil. More successful niyə deyək? Burada article nəyə lazımdır? Such more successful deyərik. Ona görə 133-də olur B variantı. Article isim lazımdır ki, ora qoyaq. 135-ə baxırıq. Demək, 133-də cavab oldu B variantı. 134-də baxırıq. 134-də zən var, müqayisə dərəcəsi lazımdır. Müqayisə dərəcəsi uşaqlar maç olanda R ilə düzəlibdir. Yanq sözünə A variantı. 135-ə baxırıq. 135-də have ever var. Sifətin üstünlük dərəcəsi lazımdır. C variantı.
136-ya baxırıq. 136-da demək, on the day of the race, they put on their dresses. They put on their necə geyimlərini geyinirlər. Zeyədən sonra biz article işlətmirik. Their best dresses olar. Ən yaxşı geyimlərini geyinirlər. 136-da C. 137-yə baxırıq. Zən var, sifətin müqayisə dərəcəsi lazımdır. A-da, Y-də var. A-da hanı isim lazımdır ki, artikel olsun. Ona görə cavab olur 137-də Y variantı. 138-ə baxırıq. 138-də zən var, sifətin müqayisə dərəcəsi lazımdır. B variantındadır. Və buradakı artikel qoymaq üçün burada da bir isim gəlməlidir. 139-a baxırıq. Yenə and vasitəsilə bağlanıbdır və evə var. Yox, food you have tried deyir, evə yoxdur. 139-da uşaqlar nə deyir? What is and food? Hər ikisi and-lə bağladığı üçün eyni dərəcəyə qoymalıyıq. Məsələn, 2 qatdır, belə olmur. Cavab olur 139-da B variantı. 140-a baxırıq. 140-da ofol var. Ona görə də bizə lazımdır sifətin üstünlük dərəcəsi hardadır? A variantındadır. 141-ə baxırıq. Evə var. Sifətin üstünlük dərəcəsi lazımdır. B variantındadır. 142-yə baxırıq. She is then var as a writer, then as an actress. 142-də uşaqlar bizə lazımdır müqayisə dərəcəsi. O da B variantındadır. 143-ə baxırıq. 143-də isə nə istəyir bizdən? Düzgün variantı seçin. Nələr qoya bilərik? How many nə deyə bilərik? How many-dən sonra biz how many more deyə bilərik. Days. Another days deyə bilmirik. Others days deyə bilmirik deyə. Onları variantlardan çıxırıq. Cavab olur 2, 3 C variantı.